Xocalının Şuşa kənd, Ballıca və Badara kəndlərinə növbəti köç baş tutub. AR24-ün bölgə müxbirinin məlumatına görə köç kərvanları artıq kəndlərə çatıb və sakinlərə evlərinin açarları təqdim edilib. 11 yaşımdan məcburi köçkün düşmüşük buradan. Yəni çox aznazaqlı günlər yaşamışıq. Məcburi köçkün Ağdama, Ağdamda da sonra Bərdiyə, Bərdidə yaşamışıq. Bugünkü günümüzə çox şükür. Allah prezidentimizin canı sağ eləsin, Allah şəhidlərimizə rəhmət eləsin. 33 il qaçqınçılıq həyatı yaşadıq. Nəhayət ki, bu torpaqlara qovuşduq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah Alıbaş komandanımızı qorusun. Gözəl evlər veriblər. Nə əyri, əksiyi olursa, müraciət edəcəyik, Allah qoysa onda dövlətimizin rəhbəri aradan qaldıracaqdır. Biz də bir şəhid övladı olaraq evlə təmin olunduq. Qardaşım da, mən də təşəkkürümüzü bildirib, minnətdarıq. Əbədi tarix yazıb və haqqı ədaləti bərpa edən şəhidlərimiz oldu, qazilərimiz oldu.